Ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndirilir. Naxçıvan Dövlət Universiteti bu dəfə Azərbaycan Dövlət İqtisadi Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu münasibətlə universitetdə görüş olub. Əvvəlcə Azərbaycan Dövlət İqtisadi Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanış olub. Tanışlıqdan sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində keçirilən tədbirdə Ali Təhsil Ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqlara universitetin tarixi, fəaliyyəti, inkişafı haqqında ətraflı məlumat verib və tədbirin əhəmiyyətindən danışıb. UNEK-in rektoru Ədalət Muradov çıxışında görüşdən məmnunluğunu bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinə dair məlumatları bölüşüb, elmin inkişafı üçün atılan addımlardan danışıb. UNEK-in elmin populyarlaşdırılması layihəsindən bəhs edərək, bu layihənin elmin cəlbediciliyini və gənc nəsil elmə marağının artırılması məqsədi daşıdığını qeyd edib. Azərbaycan alimlərinin, onların kitablarının cəmiyyətə tanıdılmasının da əsas missiyalardan biri olduğunu vurğulayıb. Daha sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisadi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda hər iki universitetin elektron kitabxanalarının inteqrasiyası, ortaq tədqiqatların aparılması öz əksini tapıb. UNEK-in rektoru Ədalət Muradov kitabxanaların inteqrasiyasının ilk belə təşəbbüs olmasını vurğulayıb. Ortaq tədqiqatların aparılmasının universitetlər arasında elmi əməkdaşlığa ciddi təkan verə biləcəyini qeyd edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Nağıqızı yenidən Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu bildirib, hər iki rektoru təbrik edərək ali təhsil ocaqları arasında imzalanan əməkdaşlıq müqaviləsini mühüm addım kimi dəyərləndirib. Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, dövlət dilinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanını, ana dilimizlə bağlı verdiyi müsahibələri diqqətə çatdırıb. Mahirə Nağıqızı Azərbaycan dilinin saflaşdırılması, bu sahədə mövcud problemlər və onların həlli yolları, həmçinin milli mənəvi dəyərlərin qorunmasından da ətraflı bəhs edib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Muxtar İmanov çıxışında elmin populyarlaşdırılması layihəsinin əhəmiyyətindən bəhs edərək bu layihənin elmin kütləviləşdirilməsində oynadığı roldan bəhs edib. Azərbaycan dilinin qorunması və saflaşdırılması məsələlərinə toxunub. Əsas məqsədimiz güclərimizi birləşdirmək və birgə Azərbaycan təhsilini daha da irəli aparmaq üçün səylərimizi davam etdirməkdir. Bizim bilirsiniz ki, 3 il əvvəl bir təşəbbüs irəli sürmüşük. Azərbaycan Dövlət İqtisadi Universitetində bu elmin populyarlaşdırılması və məktəbdən elmə adlanır. Bu növbəti tədbir olaraq biz Naxçıvan Dövlət Universitetində tədbiri keçirdik. Bugün alimlərlə, tədqiqatçılarla görüşdük. Naxçıvan Dövlət Universitetinə uğurlar arzu edirəm və inanıram ki, Naxçıvan Dövlət Universiteti o böyük zirvənin lap yaxınlığındadır və Naxçıvan Dövlət Universiteti təhsil elm zirvəsini ən qısa bir vaxt ərzində fəth edəcəkdir. Sonda görüşdən xatirə olaraq qarşılıqlı hədiyyələr təqdim edilib, foto çəkdirilib. Gülay Tahirli, Məryəm Bababəyli, Akşin Məhərrəmov, NTV Xəbər.